İstəyirəm şair qulu orada dəftərdə nəsə yazır, buyursunlar. Mən də hər kəs salamlayıram. Hər gün xoş görsün, dəyərli dostlar. Hamının başqa artıq görürəm, qulaqla görürəm, yox. Hamı qulaq asır. Əli salamın gözəl bir söz var. Müşfiq müəllim. Gözəl el olur. Bunların başqa artıq. Əli salamın gözəl bir sözü var. Deyir, bir insana layiq olduğundan çox dəyər vermək yaltaqlıq, ona dəyərindən az vermək isə paxıllıqdır. Siz, mən elə düşünürəm ki, haqq etdiniz, həyatda haqq etdiniz dəyərə almışsınız. Qardaşım, mən biraz minnət kimi sıxmasın, bugün mənim vacib işim vardır, Ramilə xanım bilir. Mən hoşuma atdım, gəldim sizin kəndinizdə iştirak etmək. Yəni bir el oğlu kimi, elimizdə bir ziyalı oğlu kimi. Sizə uzun ömürdən sağlığı arzu edirəm. O 55 yaşınız inşallah gəlsin 100'ə çatsın, 100 yaşınız qeyd edir. Mən düzdür, şəxsi şeir yazmamışam sizə aid, amma özüm 60 yaşında bir şeir yazmışdım. Elə bu doğum gününə əlaqədar yazmışdım ki, bu yaşım da sağollaşır. Yeni yaşıma az qalır. Bilmirəm ömrün sonuna neçə qış, neçə yaz qalır. Xəyalda bitən gənclikdən, gözümdən bitən gənclikdən, ürəkdə ötən gənclikdən indi silinməz iz qalır. Xatirimdə bir gözəlin, eşqimdə ilkin, əzəlin, nazik bədən incə belin etdiyi işvənaz qalır. Ömür karvanımsa gedir, illərin əlvida edir. Ürək deyir, bu yaş nədir, qarşıda hələ 100 qalır. 100 yaşına satadım. Şərif olar, Cankan bəy, buyurun. Neler deyirlər atalarımız, babalarımız. Bugün